İxracda artım var, xüsusən də qeyri-neft sayəsində. İlin ilk 2 ayında ölkənin qeyri-neft sektoru üzrə ixrac 2024-cü il müvafiq dövrü ilə müqayisədə 6,6% artaraq 485 milyon dollar təşkil edir. Bu dövrdə YNT məhsullarının ixracı 12,3% artaraq 153 milyon 900 min dollara bərabər olub. İxrac olunan qara metallar və ondan hazırlanan məmulatlar isə 66,9%. Və şəkər və şəkərdən hazırlanan qənnadı məlumatlar 47, alkoqol və alkoqolsuz içkilər 10,12, kimya sənayesi məhsulları 30, çay 21,3, alüminium və ondan hazırlanan bir sıra məmulatlar isə 2,8% artıb. İxrac coğrafiyasında ilk beşlikdə Rusiya, Türkiyə, Gürcüstan, İsveçrə və Ukrayna qərarlaşıb. Ekspertimiz bununla bağlı nə deyir? İzləyirik. Qeyri-neft ixracı və ümumən bütöv məcmu ixracını götürsə, ötən illərlə müqayisədə şaxələnmə səviyyəsi yaxşılaşmış, yəni digər ifadə ilə təmərküzləşmə səviyyəsi azalmışdır və bu da müsbət tendensiya kimi qeyd olunmalıdır və ümid edirik ki, Azərbaycanın qarşıdakı müddətdə 2026-cı ildə qeyri-neft ixracının 5 milyard ABŞ dolları hədəfinə çatması istiqamətində ixracımız daha çox artacaq. Hədəflənən göstəriciyə çatmaq üçün Azərbaycanın qeyri-neft ixracı illik ən azı 15-10% civarında bir performans göstərməlidir və biz birinci ayda, yanvar ayında performansı artıq müşahidə etdik.